Salam, bugün fərqli bir verilənlər bazasından danışacağıq. MongoDB. Əgər indiyə qədər məlumatlarınızı saxlamağın daha çevik, daha müasir bir yolu olub-olmadığını düşünmüsünüzsə, bilin ki, tam doğru yerdəsiniz. Gəlin birlikdə bu texnologiyanın dərinliklərinə enək və görək necə işləyir. Yaxşı, bugün nələrdən danışacağıq? Birincisi, MongoDB niyə fərqlidir? Sonra onun o məşhur çevik sənəd modelinə baxacağıq. Məlumatları necə sorğuladığını, böyük miqyasda necə etibarlı qaldığını öyrənəcəyik. Və ən sonda da bəlkə də ən vacibi, MongoDB-nin nə vaxt istifadə etməli olduğunuzu aydınlaşdıracaq. Gəlin bir anlıq düşünək. O, istifadə etdiyimiz sərt cədvəllər, sətirlər, bəlkə də bizim datamızı, bizim çevikliyimizi məhdudlaşdırır. Heç belə bir hissə qapılmısınız? Bilirsiniz, məhz bu sual var ha, MongoDB kimi NoSQL bazalarının yaranmasına təkan verən əsas səbəb olub. Deməli, işin kökündə nə dayanır? Baxın, sol tərəfdə bildiyimiz o ənənəvi bazalar var. Cədvəllər, sətirlər, hər şey sərt qaydalarla nizamlanıb. Sağ tərəfdə isə MongoDB var. O, bu oyunu tamamilə dəyişir. Cədvəllərin yerinə kolleksiyalar, sətirlərin yerinə isə sənədlər gətirir. Bu sadəcə ad dəyişikliyi deyil. Bu, tamamilə fərqli bir düşüncə tərzidir. Yaxşı, gəlin biraz daha rəsmi danışaq. MongoDB nədir? Qısacası o, açıq mənbəli, NoSQL, yəni sənəd yönümlü bir verilənlər bazasıdır. Bunun mənası nədir? O deməkdir ki, data sərt cədvəllərdə yox, JSON-a çox bənzəyən çevik sənədlərdə saxlanılır. Bütün bu quruluşun əsas məqsədi nədir? Miqyası asanlıqla böyütmək və əlbəttə ki, yüksək performans əldə etmək. İndi isə gəlin birbaşa MongoDB-nin örəyinə keçək. Onu bu qədər xüsusi edən o çevik sənəd modelinin nə olduğunu anlayaq. Əgər siz də ənənəvi bazalardan gəlirsinizsə, bu cədvəl sizin üçün əla bir tərcüməçi olacaq. Baxın, çox sadədir. RDBMS-dəki cədvəl MongoDB-də kolleksiya olur. Sətir dediyimiz şeyə burada sənəd deyirik. Sütun isə sahəyə çevrilir. Bu qədər bəsit. Sadəcə yeni terminlərə alışmaq lazımdır. Baxın. Bir MongoDB sənədinin gözəlliyi və gücü məhz bu nümunədə gizlidir. Fikir verin, bir sənədin içində həm əlinin adı, yaşı kimi sadə məlumatlar var, həm bacarıqlar kimi bir siyahı, yəni massiv var, həm də ünvan kimi iç-içə yerləşmiş başqa bir obyekt var. Yəni, bir-biri ilə əlaqəli bütün datanı bir yerdə, səliqəli şəkildə saxlaya bilirik. Bu, həqiqətən də çox güclü bir xüsusiyyətdir. Bəs bu çeviklik bizə nə qazandırır? Ən böyük üstünlük sxemsiz olmasıdır. Yəni, bir kolleksiyaya bir sənədi 3 sahə ilə, digərini isə 5 fərqli sahə ilə əlavə edə bilərsiniz. Heç bir problem yoxdur. Üstəlik, MongoDB arxa planda JSON yox, BOSON deyilən bir format istifadə edir. Bu, JSON-un ikilik, yəni binary, daha sürətli və daha çox data növünü dəstəkləyən bir versiyası kimidir. Yaxşı, datanı bu qədər çevik saxlamaq superdir. Amma bu datanın içindən istədiyimizi necə tapacaq, necə imal edəcəyik? Narahat olmayın, MongoDB-nin bu iş üçündə çox güclü alətləri var. Gəlin indi də onlara baxaq. Sorğuları sürətləndirmək üçün MongoDB-nin gizli silahı indekslərdir. Eyni ilə qalın bir kitabın arxasındakı mündərəcat kimi işləyir, axtardığımızı saniyələr içində tapır. Və bu, sadəcə ad və ya soyad kimi tək bir sahə üçün deyil ha. Massivlərin içində axtarış etmək üçün multi-key, mətinlər üçün text və hətta coğrafi məkan datası üçün geospatial indekslər var. Yəni demək olar ki, hər ehtiyacı uyğun bir həll mövcuddur. İndi isə gəldik MongoDB-nin ən güclü xüsusiyyətlərindən birinə, aqreqasiya konveyeri. Bunu bir zavodun istehsal xətti kimi düşünün. Data bir başdan girir və mərhələ-mərhələ emal olunaraq o biri başdan tam istədiyimiz formada çıxır. Məsələn, birinci mərhələdə $sign match ilə ancaq Bakıdakı istifadəçiləri seçirik. Sonra $sign qrup mərhələsində onları yaşlarına görə qruplaşdırıb hər qrupun orta maaşını hesablayırıq və ən sonda $sign project ilə nəticəni səliqələşdirib yalnız bizə lazım olan sahələri göstəririk. Bütün bu ağır işi birbaşa bazanın özü görür, özü də çox sürətli.
Çeviklik, güclü sorğular, hamısı əladır. Bəs sistemimiz böyüyəndə, minlərlə, bəlkə də milyonlarla istifadəçiyə xidmət göstərəndə nə olacaq? Etibarlılıq məsələsi necə həll olunur? Gəlin görək, MongoDB bu işin öhdəsindən necə gəlir? Etibarlılığın açarı replika setləridir. Gəlin bunu sadələşdirək. Bir əsas primary düyünümüz var. Bu, bütün yazma əməliyyatlarını qəbul edən BOSdur. Sonra bir neçə ikinci dərəcəli düyünümüz var. Bunlar da əsas düyünün eynisini, yəni kopyasını saxlayırlar. İndi ən gözəl hissəsi. Əgər əsas serverdə nəsə problem olsa, sistem avtomatik olaraq o kopyalardan birini yeni BOS təyin edir. Və bütün bunlar o qədər sürətli baş verir ki, istifadəçilərin heç ruhu da incimir. Sistem işləməyə davam edir. Yaxşı, bəs datamız o qədər böyüsə ki, bir serverə sığmasa, məsələn, terabaytlarla datadan danışırıqsa, bax o zaman səhnəyə sharding çıxır. Sharding nədir? Təsəvvür edin, çox böyük bir ensiklopediyanız var və bir rəfə sığmır. Siz də onu cidlərə ayırıb, hər birin fərqli bir rəfə qoyursunuz. Sharding də eyni məntəqlə işləyir. Databazanı kiçik hissələrə, yəni shardlara bölür və hər birin fərqli serverdə saxlayır. Bu bizə üfüqi miqyaslanma imkanı verir. Yəni, daha güclü tək bir server almaq əvəzinə sadəcə yeni, ucuz serverlər əlavə edərək sistemi sonsuza dək böyüdə bilirik. Və təbii ki, bütün bu texnologiya təhlükəsizlik olmadan heç bir məna kəsb etməzdi. MongoDB bu mövzunu çox ciddiyə alır. İstifadəçilərin kimliyinin doğrulanması, yəni autentifikasiya, kimin nəyə icazəsi olduğunu təyin edən avtorizasiya, üstəlik datanın həm diskdə saxlanarkən, həm də şəbəkədə ötürülərkən şifrələnməsi, bütün bunlar korporativ səviyyəli təhlükəsizliyi təmin edir. Bütün bu texniki detalları bir kənara qoyaq. Gəldik ən praktik suala. Yaxşı, bəs mən MongoDB-ni nə vaxt, hansı layihə üçün istifadə etməliyəm? Gəlin bu işə aydınlıq gətirək. MongoDB-nin həqiqətən də parladığı yerlər var. Məsələn, saniyədə minlərlə yazma və oxuma əməliyyatı olan yüksək yüklü sistemlər, müasir proqramların can damarı olan JSON əsaslı API-lar və mikroxidmətlər, məlumatları gəldiyi anda analiz edən real zamanlı analitika sistemləri və ya IoT cihazlarından gələn dayanmaq bilməyən data axınları. Bütün bu ssenarilər üçün MongoDB biçilmiş kaftandır. Amma bir dəqiqə, MongoDB hər dərddə darman deyil, bir şeyi dəqiq bilmək lazımdır. Əgər sizin sisteminizdə onlarla fərqli cədvəli, bir-birinə çox mürəkkəb əlaqələrlə, yəni joinlarla birləşdirmə ehtiyacı varsa, o zaman bəlkə də ənənəvi relasyon bir baza sizin üçün daha doğru seçim olar. Hər alətin öz yeri var. Beləliklə, gəldik yekun suala. Bütün bu danışdıqlarımızdan sonra bir düşünün. Sizin datanız o sərt cədvəllərin içində həbsdə qalmağa davam etməlidir, yoxsa artıq çevik bir sənəd dünyasına addım atmağa hazırdır? Bu sualın cavabı bəlkə də sizin növbəti böyük layihənizin memarlığını tamamilə dəyişə bilər.